Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə buraxılış imtahanından, daha doğrusu buraxılış jurnalından 2026-ya aid olan testləri işləyəcəyik bərabər. Birinci gəlin mətndən başlayaq, daha sonra keçid edək növbəti hissəyə. Mətnimizin adı Gümüş Kəmər bədii mətndir, yəni hekayə formasında olduğunu biz görə bilirik. Gəlin oxuyaq. Bir də şərhdə qeyd edərsiniz, oxuyub izah verməyim sizin üçün faydalıdır, yoxsa elə birbaşa izah verim. Çünki bəzən vaxt aparır bu, ona görə soruşuram. Evimizdə bir gümüş kəmər var idi. Valideynlərim deyirdilər ki, ulu babalarından qalıb. Nəslimizin uşaqlarının hamısı o kəməri belinə bağlayıb, evdə oynaya-oynaya böyümüşdü. Bir dəfə mismarın iti ucu ilə kəmərin iç tərəfinə adımı yazmışdım. Onu cızdığıma görə valideynlərim məni xeyli danlamışdılar. Günlərin birində atam pulsuzluqdan sevimli kəmərimizi qədim əşyaları ucuz qiymətə alan erməniyə satdı. Atamdan kəməri satmamağı xahiş etsəm də xeyri olmadı. Başımı sığallayıb dedi, nə vaxt imkanımız olsa kəmərimizi geri alarıq. 2-3 ildən sonra dolanışığımız yaxşılaşdı. Bir gün kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Atam dedi ki, o ermənini kənddə görsən, xəbər elə pulunu qaytarıb kəmərimizi alaq. İllər ötüb keçdi, bir gün xəbər yayıldı ki, 20 nəfər şagirdi İrəvana 3 günlük ekskursiyaya aparacaqlar. Mənim də adım siyahıya yazılmışdı. İrəvana günortaya yaxın çatdıq. Məktəblilər ilə görüşdən sonra bizi muzeyə apardılar. Muzeydəki bölmələrin birində qədim kəmərlər nümayiş etdirilirdi. Şüşənin altındakı kəmərlərdən birini görəndə gözlərimə inanmadım. Bu həsrətini çəkdiyim gümüş kəmərim idi. Bələdçi kəməri göstərib dedi ki, onu qədim zamanlarda Nerses adlı erməni usta düzəldib. Əsəbi halda dedim, nə danışırsınız, Nerses kimdir? Bu kəməri mənim babalarım düzəldib. İnanmırsınız? Baxın, içinə adımı da yazmışam. Bələdçi inad etdi. Sonra erməni ustanın adının yazıldığı yeri göstərdi. Mən də kəmərin adımı yazdığım hissəsini ona göstərdim. Dedim ki, bu kəmər uzun illər evimizdə olub. Onu bir erməni atamdan pulla alıb. Ermənicə yazını kimsə sonradan yazıb. Bələdçi çaşqın halda dedi ki, sən nəyisə səhv salırsan. Mən isə heç nəyi səhv salmadığımı dedim. Bir də baxdım ki, atamdan kəməri alan saqqallı erməni başımıza toplaşanların arasındadır. Hamının eşidəcəyi səslə dedim, bax bu erməni atamdan kəməri 50 manata alıb. Alanda söz vermişdi ki, pulunu nə vaxt qaytarsanız kəmər sizinkidir. Saqqallı özünü eşitməzliyə vurub aradan çıxdı. 2-3 dəqiqə keçməmiş kəmərlər nümayiş etdirilən bölməni bağlayıb bizi uzaqlaşdırdılar. Ekskursiyadan qayıdandan sonra olanları atama danışdım. Çox heyrətləndi. Deməli, ermənilər bizim cəmaatdan ucuz qiymətə aldıqları qədim əşyaları öz adlarına çıxarırmışlar. Ədaləti bərpa etdirməyə, günahkarların cəzalarını almalarına və kəməri muzeydən geri almağa nail ola bilmədik. İnanıram ki, günlərin birində mütləq babalarımızın İrəvan muzeylərindəki qədim əşyalarını geri alacağıq. Mətnin məzmununa aid doğru fikir. Doğrunun altından doğru seçməliyəm. Kəmərin qiyməti mismarla cızıldığına görə ucuz idi. Burada qiymətini, yəni 50 manat qeyd edir və deyir ki, ermənilər bizim cəmaatdan ucuz qiymətə aldıqları qədim əşyaları öz adlarına çıxarırmışlar. Yəni qiymətin ucuz olması məlumatı var, amma mismarla cızıldığına görə bir səbəb olaraq mətndə qeyd olunmayıb. Qeyd olunmadığı üçün bir səhv, ehtimal ola bilərdi. Uşağın kəmərə cızdığı ad muzeydəki hadisə zamanı əsl sübut idi. Bəli, öz adını yazıbsa bundan əla sübut mu ola bilər? Yanlışın altından yanlış seçməliyəm. Kəmərin satıldığı illə ekskursiyanın baş tutduğu il fərqli idi. Bəli, kəmər bu uşaq olanda satılıb və deyir ki, illər ötüb keçdi və bunlar ekskursiyaya getdilər. Yəni arada il fərqi var. Bu düzdür, amma yanlışın altından yazıb götürməyəcəm. Muzeydə yalnız kəmərlər nümayiş etdirilirdi. Bu yanlışdır, çünki mətndə belə bir hissə var. Deyir ki, muzeydəki bölmələrin birində qədim kəmərlər nümayiş etdirilirdi. Deməli, bölmələr çoxdur, sadəcə birində kəmərlər var. Ehtimalın altından ola da bilər, olmaya da bilər. Fakt və yanlış olmayan bilgini seçməliyik. Kəməri alan erməni muzeylə əməkdaşlıq edirdi. İndi uşaqlar, elə ola bilər ki, indi burada təsadüfən də bu muzeyə gəlib çıxsın. Bəlkə
kəməri ora veribdi, amma əməkdaşlıq etmir, sadəcə gəlib baxmağa. Biri də var, elə oranın bəlkə əməkdaşıdır, malları gətirir, cəmaatdan topladıqlarını muzeyə təhvil verir, düzdürmü? Ehtimal olsa da dəqiq bir fikir deyil, yəni 99%lik bir ehtimaldır, hətta deyərdim, amma sırf o 1%-ə görə mən bunu götürə bilmirəm. Hər iki ad kəmərin üzərində eyni məqsədlə yazılmışdı. Bəli, Nerses adını niyə yazıblar? Ona görə ki, burada deyir ki, qədim zamanlarda Nerses adlı erməni usta düzəldib. Yəni, usta öz adını yazıb ki, orada qalsın. Digər tərəfdən də bu uşaq niyə yazmışdı? İç tərəfinə deyir, adımı yazmışdım, öz adımı, yəni mənim olduğunu bildirmək üçün. Deməli, bu da konkret fakt olduğu üçün biz nə edirik? 2, 4, 5-i ancaq götürə bilərik. Mətnin tərkib hissələri ilə bağlı yanlış. Giriş hissəsində mətndəki əsas problem haqqında məlumat əldə etmək mümkündür. Giriş hissə buradır. Giriş hissəsində siz heç ermənidən, ermənilərin tariximizə yiyələnməyə çalışdığına aid məlumatlardan, problemli məsələlərdən nəsə görürsünüz? Xeyr, hələ ilkin məlumatlardır. Tünd qara hərflərlə verilmiş cümlədəki hadisə mətndəki problemin səbəbinin açılmasına istiqamət verir. Bir də baxdım ki, atamdan kəməri alan saqqallı erməni başımıza toplaşanların arasındadır. Bəli, bu cümlə bizə kömək edir, çünki bu cümlədə veriləndən sonra istiqamət hara yönəlir? Həmin kişiyə qarşı, belə deyək, aqressiv ifadə işlədilir ki, bu adam bəs bizə söz vermişdi, ancaq sözün üstündə durmayıb, yəni istiqamət verir. Ümumiyyətlə, erməninin orada olmağı hadisələrin inkişafına daha da təkan verir. Hadisələrin ardıcıllığını bərpa etmək üçün 3-cü abzasdan 2-ci abzasın yeri dəyişilməlidir. 2 və 3-cü abzaslar buradır və burada deməli pulsuzluqdan, maddi vəziyyət sıxıntısından danışır. Sonra isə maddi vəziyyətin yaxşılaşmasından və kəməri geri alma istəyindən danışılır. Birinci kəməri sat, sonra geri almağa çalış da. Yəni düzdür bu. Əksinə biz yerini dəyişdirsək o zaman səhv edərik. Nəticə hissəsində reallaşa bilməyən işin gələcəkdə reallaşacağına inam ifadə olunub. Bəli, burada nəticə bu hissədir, yəni 9-cu abzas və görürük ki, onlar buna nail ola bilməyiblər. Yəni muzeydən kəməri geri ala bilməyiblər və inam var ki, günlərin birində babalarımızın əşyalarını biz geri ala bilərik. Deməli 4 düzdür. Nəticə hissəsində mətnin məzmununa uyğun olmayan cümlə işlənib. Nəticə hissəsində heç bir uyğunsuz cümlə yoxdur. Bu ümumiyyətlə yanlışdır. 1, 3, 5 doğru cavab C variantı olacaq. Ekskursiyaya getdi və biz də nəticəni tapmalıyıq. Adı siyahıya yazıldı. Ekskursiyaya getməyinin səbəbi ola bilər. Nəticəsi yox. Adını siyahıya yazmışdılar. Nəticədə nə oldu? Uşaq ekskursiyaya getmişdi. Bir ümumiyyətlə səhv fikirdir. Kəmər muzeydə tapıldı. Bəli, səbəb budur ki, uşaq ekskursiyaya gedib. Valideynlər uşaq ekskursiyaya gedib deyə əsəbləşməyiblər. Mismarla kəməri cızmışdı, bir orada əsəbləşmişdilər. Uşaq ekskursiyaya getdi deyə ailənin dolanışığı düzəlmir ki. Naqis əməlin üzü açıldı. Bu da tamamilə düzdür uşaqlar. Burada artıq biz görürük ki, bu əməlin üstü açılır və erməninin bizdən aldığı o vasitələri necə öz adına çıxardığını, bizdən aldığı əşyaları necə öz adına çıxardığını biz görmüş oluruq. Bir də burada yadda saxlayın hansı söz uşaqlar imtahanda gələcəkdə qabağınıza çıxsa çaşmayasınız. Deməli, bizdə var naqis sözü. Naqis nə deməkdir uşaqlar? Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik mənası var. İkinci mənası isə eyib və qüsuru olan nöqsanlı, eyibli, qüsurlu. Təbii ki, bizə lazımdır ikinci. Yəni, naqis əməl, biabırçı, ayıb, pis vəziyyətdə, bax, nöqsanlı, bax, bu mənada düşünülə bilər. Həqiqətən ermənilərin özünün tarixi olmayıb, öz tarixlərini saxtalaşdırması, başqa xalqların, deyək ki, materiallarından istifadə edərək özlərinə tarix yaratması əks olunubdur. Mətndən belə nəticə çıxarmaq olmaz. Uşağın valideynlərinin kəmərin tarixi barədə məlumatları var idi. Bunu deyə bilərik, çünki burada deyir ki, valideynlərim deyirdilər ki, ulu babalarından qalıb. Nəslimizin uşaqlarının hamısı o kəməri belinə bağlayıb və s. Uşağın atası da nə vaxtsa həmin kəməri taxıb, elə bayaqki cümlə kömək edir. Yəni, nəsildə olan bütün uşaqlar onu deyir, belinə bağlayıb. Atası da deməli, vaxtı ikən, uşaqkən bunu edibdi. Kəndin yerli cəmaatı öz tarixinə ayıq-sayıq yanaşırdı. Öz tarixinə ayıq-sayıq yanaşan adam necə olar? O bir dənə Sona adlı qadın var idi, uşaqlar o hekayəni xatırlayırsınızmı? Nə deyir? Deyir, itə ataram, yada satmaram.
ehtiyacdan əşyalarını satılıq şəklində satdığa çıxarır, amma öz xalçasını yada satmaq istəmir. Yəni çünki özünkünə satsa, bilir ki, Azərbaycan daxilində olacaq. Ancaq erməniyə və yaxud başqa xalqın nümayəndəsinə sən məhsul satsan, nə olacaq? Öz tarixini bir növ məsuliyyətsizliklə, laqeydliklə itirmiş olacaqsan. Burada valideynlərin ən böyük səhvi odur ki, onlar öz tarixi deyək ki, yaddaşını unudurlar və puldan ötürü indi ola bilər, maddi cəhətdən ehtiyac içində ola bilərsən. Hansı ki, sona da nə deyirdi? Deyirdi ki, itə ataram, yada satmaram. Baxmayaraq ki, onun həqiqətən pula ehtiyacı var idi. Ancaq onunla belə o bunu deyə bilir. Bəs bu valideynlər niyə deyə bilmir? Hər şeyə çarə var bir növ. Ancaq biz görürük ki, onlar gümüş kəməri pula sataraq bir növ laqeydlik edirlər öz tarixlərinə qarşı, ayıq-sayıq yanaşan erməniyə məhsul satmaz. Uşağın iddiaları muzey heyətində böyük narahatlıq yaradıb. Bəli, hətta biz görürük ki, bu qədər söz-söhbətdən sonra nə oldu? 2-3 dəqiqə deyil keçməmiş kəmərlər nümayiş etdirilən bölməni bağlayıb bizi uzaqlaşdırdılar ki, aradan çıxsın, bu məsələdə bağlansın. Ailə kəməri muzeydən geri almaq üçün çalışmışdı. Bəli, nəticə hissəsində belə bir cümlə var. Deyir ki, ədaləti bərpa etdirməyə, günahkarların cəzalarını almalarına, kəməri muzeydən geri almağa nail ola bilmədik. Yəni ki, çalışıblar, amma nail ola bilməyiblər. Üzərində rəqəm yazılmış sözlərə əsasən uyğunluq. Üzərində rəqəm yazılmış sözlərimiz hansıdır? Buranı da biraz xeyli üstündən getmişik. Bax, mətn işləyəndə üstündə bu qədər cızma qara eləyirsənsə, deməli sən diqqətli işləyirsən. Yox, yalandan elə deyək ki, mətnin ağappaq çiçək kimi qalırsa, deməli düzgün deyil nəsə. Deməli, uşaqlar, sualda üzərində rəqəm yazılmışları istəyirdi. Gəlin həmin rəqəmləri qeyd edək. Birinci ifadəmiz hansıdır? Bağlayıb, kəməri bağlamaq, belinə bağlamaq həqiqi mənadadır, taxmaq mənasındadır. Daha sonra ikinci hissədə bölməni bağlayıb. Buradakı bağlamaq ifadəsi isə artıq nə mənasındadır? Hər hansı bir yeri artıq istifadəsi mümkün deyil, bağlayıb, yəni ki, məsələn, qapını bağlamaq, mağazanı bağlamaq, bax, bu cür kimi də düşünülə bilər. Qapamaq, qıfıllamaq, kilidləmək, həmin o bölməni bağlamaq mənasındadır. Xəncər bağlamaq ifadəsi eyni mənada işlənib. Bəli, xəncər bağlamaq, qılınc bağlamaq belinə və yaxud kəmər bağlamaq eyni şeydir. Dükanı bağlamaqla eyni mənada olan əlbəttə ki, bölməni bağlamaqda muzeyin bir hissəsini bağlayırlar. Onları taley bir-birinə bağladı. Bu məcazidir və deyir məcazi və həqiqilik baxımından eyni mənadadır. Bu səhvdir. Nümunə məcazidir, amma 1 ilə 2-dəki bağlamaq həqiqidir. Taxmaq mənasına gələndə belinə taxmaq, belinə bağlamaq, yəni 1BE, 2AC. Əvvəlində işarə qoyulmuş sözlərin mənalarını bizdən istəyir. Gəlin baxaq uşaqlar. Deməli, birinci sözümüz ekskursiya sözüdür. Ekskursiya sözü lüğətə əsasən elmi və ya öz məlumatını artırmaq üçün, yaxud əyləncə məqsədi ilə təşkil edilən kollektiv səyahətdir. Bəzi uşaqlar yazır gəzinti, səyahət. Uşaqlar, gəzinti odur ki, mən də getdim parkda gəzdim, oldu adı gəzinti. Mən ekskursiya eləmiş oluram. Yaxud səyahət, getdim, nə bilim, İspaniyaya getdim, gəldim. Ekskursiya eləmiş oluram. Yox. Siz onu aydınlaşdırmalısınız. Çünki ekskursiya müəyyən məqsədlə edilən bir, deyək ki, gəzintidir. Elə boş-boşuna gedib gəzməkdən, turist kimi gəzməkdən ibarət deyil. Ona görə yazın ki, müəyyən məqsədlə və yaxud da elmi və ya öz məlumatını artırmaq məqsədi ilə edilən gəzinti, kollektiv səyahət və s. Növbəti ifadəmiz nədir uşaqlar? Bələdçi sözüdür. Bələdçi olur muzeylərdə, məsələn, eksponatlar haqqında məlumat almaq istəyirsən, bələdçi gəlir, sənə məlumat verir. Yaxud hər hansı bir turla gedirsən səyahətə, bələdçilər həmin yer haqqında sizə məlumat verirlər. Bələdçiyə qısa olaraq yol göstərən və yaxud da bir yeri yaxşı tanıyan və qarşı tərəfə məlumat ötürən şəklində izah edə bilərsiniz. Altından xətt çəkilmiş cümləni mətnin üslubi xüsusiyyətlərinə uyğun zənginləşdirin. Arxada nümunə çox idi və mən də elə sadə nümunələr deyəcəm. Zənginləşdirmə sualında əsasən artırma edirdik. Amma burada inad etməyi dəyişiblər ümumiyyətlə. Məsələn, yaza bilərsiniz ki, bələdçi 2 ayağını bir başmağa dirədi və yaxud da bələdçi ayağını dirədi. Bunlar frazeoloji birləşmələrdir, inad etmək mənasına gəlir və yaxud bələdçi keçi kimi inad etdi.
Bu da olar. Bilirsiniz də keçi hansı xüsusiyyəti ilə tanınır? Burada da məcaziliyi artırmış oluruq və ya dediyindən dönmədi də deyə bilərik. Çünki dönmək sözü evə dönərəm də dediyindən dönmək artıq məcazi olur. Yəni sizə 4 dənə nümunə dedim, arxadakı ilə də birləşdirə bilərsiniz. Daha sonra 18-ci sual bir çoxları tərəfindən yanlış anlaşılıb, ona görə də diqqətlə qulaq asın. Hikmətli məsəlin deyir, mətnin hansı tərkib hissəsinin məzmununa uyğun olduğunu qeyd edin və fikrinizi əsaslandırın. İndi uşaqlar, mən sizə bunu qeyd edərkən istəyirəm ki, paylaşdığım axırıncı paylaşımı da göstərim. Çünki mən orada şagirdlərə izah eləmişdim nəyi? Doğruluq baş üstündə tutulmayınca oğru tutulmaz ifadəsinin mənasını yazılı formatda izah etmişdim. Gəlin WhatsApp-dan həmin qeydimizə baxaq və davam edək. Deməli uşaqlar, WhatsApp kanalımızda belə bir qeyd paylaşmışam. Jurnalda yer alan atalar sözünü gəlin aydınlaşdıraq. Deyir, doğruluq baş üstündə tutulmayınca oğru tutulmaz. Atalar sözü insanı tələskən mühakimələrdən çəkindirir. Bu fikir onu bildirir ki, hər hansı bir şəxsi günahlandırmaq üçün şübhə və ehtimallar kifayət etmir. Günahın sübuta yetirilməsi, həqiqətin açıq və danılmaz şəkildə ortaya qoyulması vacibdir. Həqiqət üzə çıxmayınca günahkar da, günahsız da bir-birindən seçilmir. İndi məqsədimiz burada erməniləri təmiz çıxarmaq deyil, ha. Sadəcə ifadəni aydınlaşdırıram və indi mətndən də əlaqələndirəcəm. Məsələn, burada bir situasiya yaratmışıq. Məsələn, məktəbdə sinif kassasından pul itir. Hamının şübhəsi bir şagirdin üzərinə yönəlir, lakin bunu təsdiqləyən heç bir sübut yoxdur. Müəyyən vaxt keçdikdən sonra pul sinifdə başqa bir yerdən tapılır və məsələ aydınlaşır. Bu zaman əvvəl günahlandırılan şagirdin haqsız yerə ittiham olunduğu məlum olur və bu atalar sözü insanlara ədalətli olmağı, faktlara əsaslanmadan hökm verməməyin vacibliyini xatırladır. Digər tərəfdən oğrunun və ya yalanın üzə çıxması üçün doğruluq əsas meyar olmalıdır. Yəni uşaqlar, indi biz burada bir daha deyirəm, erməniləri düzgün çıxartmırıq. Bəllidir ki, ermənilər açıq-aydın oğurluq ediblər. Amma mətnin 9-cu, yəni sonuncu nəticə hissəsinə baxın. Çox adam əsasa yazıb. Əsasda bu fikrə gələ biləcəyin hələ ki nümunə yoxdur. Deyir, ədaləti bərpa etdirməyə, günahkarların cəzalarını almalarına və kəməri muzeydən geri almağa nail ola bilmədik. İnanıram ki, günlərin birində mütləq babalarımızın İrəvan muzeylərindəki qədim əşyalarını geri alacağıq. Deməli, uşaqlar, bu ifadə, arxada yazılan cavab biraz mənim üçün mənalı olmadı. Öz fikrimi sizə bildirirəm. Yazmışam ki, buradan bəlli olur ki, oğruların, ermənilərin yalanını ortaya çıxarmaq üçün kifayət qədər iş görülməmişdir. Yəni, doğruluq baş üstündə normal şəkildə tutulmayıb, bir növ məcazi desək. Və bunun nəticəsində də oğru tutulmamış, cəzasız qalmışdı. İndi uşaqlar, mətndə geniş danışmır. Biz hardan bilək ki, oğrunun tutulması deyək ki, məsələsində problem, maneələr nə olub? Dövlətmi ciddi nəzarət etməyib, vecsiz yanaşıb, ailəmi başdan sovdu yanaşıb, haqqını axıra qədər müdafiə etməyib, geri çəkilib. Yəni, bunun müxtəlif səbəbləri var. O səbəbləri dəqiq bilmədiyimiz üçün fikri əsaslandıranda istifadə edə bilmirik. Ona görə açığı mən 18-ci sualı o qədər də yaxşı dəyərləndirmirəm. 19-cu suala diqqət, bununla bağlı qısa bir shorts videosu da hazırlayacağım. Deməli, əvvəlində ərəb rəqəmi yazılmış hansı cümlədə məzmuna uyğun olmayan ifadə işlədilib? Həmin ifadəni uyğun nümunə ilə əvəz edərək cümləni yenidən yazın. Heç bir problem yoxdur sualda, amma uşaqların unutduğu bir şey var. Ərəb rəqəmi deyir. Bəziləri bilirsiniz nə rəqəmlərinə baxır? Rum rəqəmlərinə. Rum rəqəmi nədir? Bax bu. Və bunlar nədir? Rum rəqəmləridir. Uşaqlar, ərəb rəqəmi bizim gündəlik istifadə etdiyimiz rəqəmlərdir. Yəni, hansı rəqəmlər? Bax, bu. Burada 3 var. 2 hanı? 2 bax, buradadır. 4-5-i də tapım işarəliyim. Yoxsa elə 3 dənədir? Ya, mən səhv gördüm. Boy. 3 dənə qoyublar. Maraqlıdır. Ya, bəlkə mənim gözüm seçməyib. Yazarsız şərhdə, əgər gözdən qaçırdığım bir şey olubsa. Yəni ki, belə. Ərəb rəqəmlərini öyrəndik, düzdürmü? 1, 2, 3. Normalda 5 dənə olur deyə 5-ci-də axtardım, 4-5-i. Deyir, indi bildikdə ərəb rəqəmi nədir? Valideynlərim deyirdilər ki, ulu babalarından qalıb. Burada nəsə problemli söz yoxdur. Onu cızdığıma görə valideynlərim məni xeyli danlamışdılar.
Bir gün kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Uşaqlar, atası əvvəl buna bir söz verib. Deyib ki, başımı sığallayıb dedi ki, nə vaxt imkanımız olsa kəməri geri alarıq. Bunların da dolanışığı yaxşılaşıb, yəni imkanları artıb. Və bir gün kəmərlə bağlı verdiyi vədi, verdiyi sözü və ya dediyi sözü atama xatırlatdım ki, yəni ay ata, pullanmışıq, gedək alaq. Başa düşdünüz? Vəd vermək, söz demək və deyək ki, söz vermək ifadələrini lazımi formaya salıb işlədə bilərik. Yəni, verdiyi vədi atama xatırlatdım, verdiyi sözü atama xatırlatdım və yaxud dediyi sözü atama xatırlatdım nümunələri mümkündür. 20-ci plandır, tərkib hissə plan, bunları artıq bilirik. Eksponata çevrilən gümüş kəmər, baxın. Mətnin nəticə hissəsində biz öyrənirik ki, bu eksponata çevrilib. Üzr istəyirəm, əsas hissəsi. Bax, diqqətsizlikdən. Deməli, bura girişdir, qoy sizin üçün aydınlaşdırım. Bura nəticədir, yerdə qalan nədir? Əsasdır və bu da mətnin əsas hissəsinə düşür, bax, bu epizodlar. Deməli, eksponata çevrilən gümüş kəmər əsas hissədədir. Nəticə hissəyə isə özümüz plan bəndi yazmalıyıq. Nəticə hissəni 9-u oxuyuruq və deyirik nə? Bərpa olunmayan ədalət və yaxud ədalətin bərpa edilə bilməməsi, ailənin ədaləti bərpa edə bilməməsi, bax, belə yazmaq olar. Amma eyni zamanda ikinci cümlədə gələcəyə də inam var. Gələcəyə inam, gələcəklə bağlı arzular və s. kimi əlavə plan bəndləri də düşünmək mümkündür. Bu qədər sadə. Pirana balıqları mətninə keçid edək. Pirana balıqları ilə çoxları yalnız filmlərdən və qorxulu hekayələrdən tanışdılar. Bir çoxlarını isə pirana balıqları Cənubi Amerikanın çaylarında yaşayan, həm qeyri-adi diş quruluşu, həm də aqressiv davranışları ilə fərqlənən balıq növü kimi məlumdur. Ən çox Amazon, Orinoco və Parana çaylarında rast gəlinən bu balıqlar adətən 20-30 sm uzunluğunda olur. Bəzi növlərinin uzunluğu isə 40 sm-ə çatır. Qırmızı qarın pirana adlanan bu növ ən məşhur və daha çox tədqiq edilən nümayəndədir. Pirana balıqları uzun illərdir ki, filmlərdə və mətbuatda yırtıcı, canavar obrazında təqdim olunur. Xüsusilə 1978-ci ildə çəkilmiş Piranha filmi bu stereotipləri daha da gücləndirdi. Halbuki elmi araşdırmalar onu göstərir ki, bu canlılar daha az leş yeyənlərdir və yalnız ekstremal şəraitdə, məsələn, suyun səviyyəsi azaldıqda və ya qida qıtlığı baş verdikdə aqressiv davranışlar sərgiləyə, eyni zamanda insanlar və müxtəlif canlılar üçün təhlükə yarada bilirlər. 20-ci əsrin 70-ci illərində tanınmış Amerikalı bioloq Herbert Axelrod tərəfindən aparılan elmi araşdırmalar göstərdi ki, piranalar əsasən zəif, yaralı və ya ölü heyvanlarla qidalanırlar. Bu araşdırmanın nəticələri pirana balıqlarının indiyə qədər insanlar tərəfindən formalaşdırılmış obrazına zidd idi. Onların iti, üçbucaq formalı dişləri sümük və əti asanlıqla parçalamağa imkan verir. Maraqlıdır ki, bu dişlər mütəşəkkil olaraq tökülür və yerinə yeniləri yetişir. Bu isə onlara davamlı ov qabiliyyəti qazandırır. Piranalar dəstə şəklində üzür və onların ov zamanı daha koordinasiyalı hərəkət etmələrini təmin edir. Bu balıqlar ekosistem üçün də mühüm əhəmiyyət daşıyır, ekoloji tarazlığın qorunmasında əvəzsiz rol oynayırlar. Belə ki, onlar çaylarda həyatını itirmiş canlıları və tullantıları parçalayaraq təmizləyici funksiyanı yerinə yetirir, bakteriyaların yayılmasının qarşısını alır və su hövzələrinin sağlamlığını təmin edirlər. Bəzi araşdırmalara görə piranalar həm də çay sistemində qida zəncirinin sabitliyini qoruyurlar. Buna baxmayaraq ictimaiyyət arasında onlara qarşı formalaşmış qorxu hissi nöqtələr. Halbuki onlar təbiətin, xüsusən də suların sanitarlarıdır. Mütəxəssislər bildirirlər ki, pirana balıqları ilə bağlı yanlış təsəvvürlər media və fantastik ədəbiyyatın təsiri ilə formalaşmışdır. Təbii tarazlıq baxımından onlar əvəzolunmaz canlılardır. Mətnimizi oxuduq, indi isə keçid edək növbəti tapşırığa. Mətnə əsasən cədvələ uyğun fikirləri müəyyənləşdirin, doğrudur. Piranalar əsasən həyatları üçün təhlükəli vəziyyət yarandıqda aqressiv davranırlar.
Bu düzdür. Mətndə bu barədə məlumat var ki, onlar əslində daha az leş yeyənlərdir və yalnız ekstremal şəraitdə, məsələn, suyun səviyyəsi azaldıqda və ya qida qıtlığı baş verdikdə aqressiv davranışlar sərgiləyə və başqaları üçün təhlükə yarada bilirlər. Yəni, hər halda yox, ciddi vəziyyətlərdə bu mümkündür. Bir düz. Piranalar yaşadıkları okeanlarda ekoloji tarazlığı qoruyur. Piranalar okeanlarda deyil, çaylarda yaşayan nə kimi təsvir olunur, balıqlar kimi təsvir olunurlar. Burada da mətndə də görə bilərsiniz. Yəni, çay, göl, bu tip yerləri qeyd ediblər. Okean yanlışdır, 2-ni silə bilərik. Yanlışın altından yanlış. Uzunluqları 20-30 cm olan piranalar daha çox tədqiq edilmişdir. Bu yanlışdır, çünki mətndə uzunluğu 20-30 cm olan balıqlardan danışır. Lakin sonra deyir ki, bəzi növlərin uzunluğu 40 cm-ə çatır və qırmızıqarın pirana adlanan bu növ, yəni 40 cm-lik növ ən məşhurudur və daha çox tədqiq edilənidir. Deməli, 20-30 olan yox, 40 olanlar daha çox tədqiq edilib. Sürü şəklində üzmələri onlara ov zamanı kömək olur. Bu düz fikirdir. Mətndə belə bir məlumat var. Deyir, piranalar dəstə şəklində üzür və onların ov zamanı daha koordinasiyalı hərəkət etmələrini təmin edir. Deməli, 4 düzdür, 1-3 yanlış olacaq. Mətndə çərçivə daxilində verilmiş sözün kontekstə görə mənası. Ekoloji tarazlıq. Tarazlıq sözü nədir, uşaqlar? Məsələn, təbiətdə bəzi leş yeyən heyvanlar olmasa, bizim üçün çətin olardı. Məsələn, ayıları götürək. Təbiətdə ayılar leş yeməsi ilə də tanınır. Düşünün ki, bir heyvan ölüb və onun cəsədi, belə deyək, yerdə qalıb. Və hər hansı bir ayı onu yemədikdə nə baş verir? O orada qalır, pis qoxu ətrafa yayılır, bakteriyalar artır, yəni ki, meşələr üfunət iyi verər, pis vəziyyətə qalardı. Lakin leş yeyən bəzi heyvanların olması təbiətdə bu cür deyək ki, prosesləri aradan qaldırır. Yəni, öləni bir növ məhv edir, onlar parçalayır, bir növ gübrə halında o ölü qalır. Və nəticədə nə baş verir, uşaqlar? Nəticədə ekoloji tarazlıq qorunur, təbiətimiz pis vəziyyətə qalmır. Və burada ekoloji tarazlıqla bağlı olan tarazlıq sözünün şərhi yalnız D variantındadır. Ətraf mühitin öz keyfiyyətlərini bərpa etmək, bacarıqları nəticəsində nisbi sabitliyi, yəni balans qorunur, deyək ki, ölən tam şəkildə məhv olur və təbiətə bu fayda verəcək formaya düşür. Yəni, düşünün, leş yeyən bir ayı hər hansı bir leşi yedikdə nə baş verir? O, sonradan gübrə halına çevrilir və nəticədə bu da təbiətə xeyir verir və hər hansı bir leşin ortalıqda qalması, digər canlılara qarşı təhdid kimi orada durması aradan qalxır. Mətnin plan bəndlərinin ardıcıllığı. Gəlin birinci özümüz yuxarıda yerləşdirək. Piranaların ekosistemdə rolu, baxın, bu hissədə danışılır. Biri bura yazdım. Yırtıcı canavar obrazında təqdim olunan balıqlar. Gördüyünüz kimi yırtıcı canavar sözü bu hissədədir və 2-ni bu hissəyə yazıram. Piranaların ov davranışı. Baxın, ovda dəstə şəklində üzməsi koordinasiyalı hərəkətindən danışır. Coğrafi yayılma hansı ərazilərdə yayılıb? Cənubi Amerika çaylarında və burada da Amazon, Orinoco və s. adı çəkilir. 4 bura aiddir. Amerikalı bioloqun araşdırmalarının nəticəsi, mətnin həmin hissəsinə baxaq. Amerikalı bioloq Herbert Axelrodun araşdırmaları da buradadır. Və özümüz yuxarıdan aşağı sıralayırıq. 4-2-5-3-1. 4-2-5-3-1, yəni E variantı. Hansı ifadə nöqtələrin yerinə əlavə edilsə, mətnin məzmununa xələl gələr. Deməli, uşaqlar, biz görürük ki, burada deyir, buna baxmayaraq, ictimaiyyət arasında onlara qarşı formalaşmış qorxu hissi nöqtələr. Yəni, deyir ki, bu balıqlar əslində çox nadir hallarda kiməsə, hansısa canlıya hücum edər. Onlar əsasən leş yeyən heyvanlardır, yəni ölüləri ancaq parçalayır, onları, deyək ki, onları yox etməklə məşğuldur. Ancaq ki, insanlara bu elə təqdim olunub ki, deyir, buna baxmayaraq o qorxu hissi hələ də nə olur? Qalır, günümüzdə rast gəlinir, indiyə qədər mövcuddur, davam edir. Amma öz qüvvəsini itirib desək, o deməkdir ki, yəni insanlar daha bundan qorxmurlar.
Amma E variantı zaten A-dan D-yə bütün variantlardan fərqlidirsə, elə eyni də götürmək olar. Mətnə əsasən uyğunsuzluq. Piranalar ölmüş canlılarla qidalanır, nəticədə çay suları bioloji tullantılardan təmizlənir. Bəli, bu hissədə baxın, bu cümlələrdə bunlar qeyd olunubdur. Suyun səviyyəsi azalır, qida qıtlığı yaranır, piranalar aqressivlik nümayiş etdirir. Bəli, bayaq biz bunların aqressiv olmasının ekstremal şəraitdə olduğunu qeyd elədik, bu da düz. Kütləvi informasiya vasitələri və filmlər piranaları təhlükəli varlıq kimi təqdim edir və insanlarda yanlış təsəvvür yaranır, qorxurlar. Pirana balıqları üzərində müşahidələr aparır, nəticədə onların yalnız aqressivləşdiyi zaman zəif canlılarla qidalana bildiyi aşkarlanır. Bu səhvdir, aqressivləşəndə hər şeyə hücum edə bilərlər. Amma onların zəif canlılarla qidalanması onların əsas qida rasionudur. Deyir ki, Herbert Axelrod tərəfindən elmi araşdırmalar göstərir ki, piranalar əsasən zəif, yaralı və ölü, burada ölü düşməyib, heyvanlardan qidalanır. Yəni, zaten bunların gündəlik menüsü nədir? Zəif, yaralı və yaxud da ölü. Demək, yalnız aqressivləşdiyi zaman zəiflərlə qidalanmır, adi halda da qidalanır. Bu balıqlar dəstə halında üzür, nəticədə ov zamanı fəaliyyətləri daha effektiv tənzimlənir. Bu da düz fikirdir. Bu barədə bu altından xətt çəkdiyim cümlədə yazılıb. Mətndə tünd qara hərflərlə verilmiş cümlədə düzgün işlədilməyən sözləri müəyyən edin. Burada hər hansı sözü yox, sadəcə düzgün işlədilməyən sözləri biz müəyyən etməliyik. Deməli, mən nə yazmışam? Burada mütəşəkkil sözü var, uşaqlar. Mütəşəkkil, o tam düşməyib. Mütəşəkkil nə deməkdir? Mütəşəkkil təşkil olunmuş ciddi nizam, intizama tabe deməkdir. Amma biz görürük ki, deyir, maraqlıdır ki, bu dişlər deməli daimi, daim, mütəmadi olaraq tökülür və yerinə yeniləri yetişir. Yəni, mütəşəkkil olaraq çıxarıb yerinə nə yazmalıydınız? Daimi olaraq, mütəmadi və yaxud da mütəmadi olaraq. Bir də dişlər yetişə bilər uşaqlar. Bu ağacdakı meyvədir bəyəm. Bitkidir, yetişsin, ağacı yetişsin. Olmaz axı. Yetişir sözünün yerinə çıxır, diş çıxar da, düzdürmü? Biz də diş çıxarmışıq müəyyən zamanlarda. Diş çıxır yazmağınız və ya əmələ gəlir yazmağınız nisbətən daha uyğun olacaq. Əsas mətnin və çərçivədəki mətnin aid olduğu üslubların səciyyəvi xüsusiyyətləri arasında müqayisə cədvəlini tamamlayan fikirlər yazın. Əsas mətnimiz təbii ki, publistik üslubdadır. Çünki məlumat xarakterlidir, informasiya xarakterlidir. 2. Aydın, anlaşılıdır. Vəssalam. Belə yazmaq istəsəz, sözün informativ funksiyası əsasdır da yaza bilərsiniz. Çərçivədəki mətnə baxın, uşaqlar. Biologiya dərsliyindən götürülmüş balıqlar haqqında verilən məlumat hardan götürülüb? Dərslikdən. Dərslik nədir? Elmi üslub. Elmi yazıram. Elmidə nə olurdu? Sözün terminoloji funksiyası. Dəqiqlik, konkretlik, təkmənallıq. 3-cü nə olurdu? Məsələn, baxıram cümlələrə, görürsünüz nə qədər uzun cümlələr yazıblar. Bir cümləyə görürsünüz nə qədər şey. Adətən elmi üslubda mürəkkəb cümlələrdən, modal sözlərdən istifadə olunur və ya ara sözlərdən. Məsələn, adətən sözü buna sübutdur. Ara söz və ya modal sözlərdən istifadə, mürəkkəb cümlələrdən istifadə də yaza bilərsiniz. İstənilən 2 üslub üçün həmişə biz nə yazmışıq? 5 üslubun müqayisəsi zamanı. Funksional üslub nümunəsidir. 2. Ədəbi dilin normalarına tabedir, yox. Tabe olmalıdır. Ekosistemdəki pozuntular təbiətin özünü təmizləmə prinsipi ilə yenidən təbii nizama yönəlir. Deməli, uşaqlar, yaza bilərik piranaların ekosistemdəki rolundan. Çünki onların fəaliyyəti görürük ki, təbiətdə sabitlik yaradır, təbiətə fayda verir. Piranalar ekosistemdə yaranan problemləri aradan qaldırır. Belə ki, onlar çayda olan ölü canlıları, əlavə tullantıları parçalayır, təbiətin sanitar xidmətçisi rolunu daşıyırlar. Bununla da su hövzələrinin sağlamlığını əldə edir və ekosistem balansını təmin etmiş oluruq. Yəni, onların fəaliyyəti nəticəsində.
Altından xətt çəkilmiş sözlərin üslubi funksiyası baxımından cədvəli tamamlayan fikirlər. Altından xətt çəkilmiş sözümüzün ikincisi parçalamaq, birincisi isə yaralıdır. Yaralı heyvanla canlıdan danışır və əti parçalamaqdan danışır. Hər ikisi informativ funksiyadadır uşaqlar və biz onu poetik işlədə bilərik. Məsələn, yaralı qəlb, yaralı könül yazsanız, buna bənzər cümlələr yazsanız, yəni mən indi qısa söz birləşməsi dedim, bunu cümlə halına yazmışsınızsa zaten düzdür. Və yaxud da hisslərin parçalanması, fikirlərin, düşüncələrin parçalanması, mətnin məsələn arxasında görürük, ürək parçalamağı da götürüblər. Bu da düzdür. Müddəa və fakt. Bilirsiniz ki, biz tezislə bağlı video hazırlamışdıq. Ümid edirəm ki, baxmısınız. Baxmamısınızsa hələ də səhv yazmaya davam edəcəksiniz. Piranaların ekosistemdə böyük rolu var. Sübut eləməliyəm. Hansı rolları var? Və sübut eləyərkən buradan faydalanıram. Burada olan cümlələri hazır şəkildə gedib köçürməyin. Sadələşdirib yazın. Məsələn, mənim kimi. Su hövzələri tullantı və heyvan qalıqlarından təmizlənir. İkinci də yaza bilərsiniz ki, qida zəncirini tənzimləyirlər. Və beləcə onların necə böyük rol olduğunu iki cümlə ilə sübut etdim. Bu qədər sadə. Keçid edək qrammatika suallarına və bitirək. Eyler-Venn diaqramına əsasən uyğunsuzluq. Təmizlik sözünün tələffüzündə şəkilçidə fərq var. Təmizlik formasında olacaq. Tənbəllik sözündə n-dan sonra m-b gələndə nə olurdu? M-ya keçirdi. Tənbəl. Burada həm kökdə fərq var, həm də şəkilçidə tənbəllik şəklində olacaq. D samitinin kar qarşılığı ilə başlayır. D-nin kar qarşılığı nədir? T. Və Y-nin kar qarşılığı ilə bitir. Y-nin kar qarşılığı nədir? İh. T, ih. T, ih. Hər ikisinə aiddir. Ortada yaz da bunu. Niyə bir tərəfə yazırsan? Səhv. Səs uzanması yoxdur. Hər ikisinə aiddir. Yenə səhv yerə yazıb. Həm açıq, həm qapalı sait işlənib. Ə açıq, i qapalı. Ə açıq, i qapalı. Düz yerə yazıb. Yazılış tələffüzü arasında iki fərqli məqam var. Burada iki fərqli məqam şəkilçidə, burada biri kökdə, biri şəkilçidə. Düzdür. Qarşılığı olan cingiltili samitlər işlənib. Məsələn, burada nə var? B var, cingiltilidir, qarşılığı var. Burada da D var, cingiltilidir, qarşılığı var. Bax, bu da ortaya yazılmalıydı, səhv yerə yazıb. Gördünüz? Eyni cinsli samit qoşalğı, l, tənbəllik. Burada eyni cinsli yoxdur. Z-d var, o da müxtəlif cinsidir. Altından xətt çəkilmiş ifadəni məzmunu saxlamaqla hansı frazeoloji birləşməklə əvəz etmək olar? Sürücü bir qədər yatıb dincələndən sonra sükan arxasına keçib yoluna davam etdi. Bir qədər yatıb dincəlmək gözünün acısını almaqdır. Gözünün odunu almaq kimisə qorxutmaq. Yuxuya qalmaq və yuxu aparanda məcazi olsa da uşaqlar yerində tam işlənməz. Çünki biri var sadəcə yatasan, biri də var dincəlmək məqsədi ilə. Yəni gözünün acısını almaq. Məsələn, deyirlər qoy gözümün acısını alım, sonra gedərik. Yəni bir balaca yatım, dincəlim. Nəfəsini dərmək sadəcə dincəlmək kimi düşünülə bilərdi. Burada deyək ki, yatmaq məzmunu yoxdur. Nümunələrin birində zərf işlənməyib. Dünən dövran sürən bugün can verir, illər xəstəsiyəm, yaram qan verir. Bugün və dünən zaman zərfləri. Dünyanın sən olan yerindən indi tozdana maşınlar keçir. Burada indi zaman zərfi var. Yenə də bir vuraydı qəlbimiz gizli-gizli, sən ey əsmər bənizli. Yenə var. Bir taleyin oyununda cütlənmiş zərik, 1000 il qoşa atılsaq da qoşa düşmərik, qoşa var. Çıx yaşıl düzə, qonaq gəl bizə, gözüm yoldadır, xoş xəyaldadır. Burada düz sözü məkan mənalı isimdir. Burada hər hansı bir, deyək ki, zərf yoxdur. Zərflə zərfliyi səhv salmayın. Cümlələrə əsasən uyğun fikirlər. Dost evinin soğanı düşmən evinin plovundan yaxşıdır. Doğrunu istəyir. Qeyri-müəyyənlik bildirən halda olan söz mənsubiyyət şəkilçilidir. Dost evi ikinci növ təyini söz birləşməsidir. Qeyri-müəyyən yəlik haldadır. Amma mənsubiyyət şəkilçisi yoxdur. Və ya düşmən evi ikinci növdür. Düşmənin evi qeyri-müəyyən yəlik haldadır. Orada da mənsubiyyət yoxdur. Deməli bu səhvdir. Qeyri-müəyyənlik bildirən hallarda hər hansı bir mənsubiyyət gözlənilmir.
Bir səhvdir. Bizdən doğrunu istəyir, sil. Bax, doğru yanlış xanasına baxın. Adları oxuyun, gedib səhv-sübh seçməyin. Hal şəkilçisi qəbul etmiş sözlər həm də mənsubiyyət şəkilçisi qəbul edib. Baxın, dost evi, mənsubiyyət, evinin soğanı, bu da bir üçüncü növdə təyini birləşmədir. Burada da yəlik. Mənsubiyyətdən sonra yəlik gəlib. Eyni zamanda burada düşmən evi, mənsubiyyət, evinin plovu, yəlik. Gördüyünüz kimi, hal şəkilçisi qəbul etmiş sözlərdə mənsubiyyətdə var. Tərkibini aldıq adlı olan isim yoxdur. Burada soğanı mənsubiyyət şəkilçisi qəbul edib, dost evinin soğanı, üçüncü növün deyək ki, əsas tərəfi kimi düşünə bilərsiniz və mənsubiyyətdədir, adlıqdadır, amma sizə deyir adlıq halda olan isim yoxdur. Deməli, 3 də səhvdir, 3-ü də sildim. Buradan sadəcə 2-ni götürdüm. Digər cümlədə isə uşaqlar yanlışı bizdən istəyir, diqqətli olun, gedib orada da düzləri seçməyəsiniz. Deyir ki, dost tövləsi düşmənin evindən yaxşıdır. Burada isimlər nədir? Dost, tövlə, düşmən ev. Yaxşı sözü sifətdir. Dostun tövləsi, yəlik, burada mənsubiyyət, adlıq haldadır bu. Düşmənin yəlik, burada qeyri-müəyyən yəlikdir, burada müəyyən yəlikdir. Düşmənin evi, mənsubiyyət, dandən nədir? Çıxışlıq. Tərkibində ismin 3 halında olan sözlər var. Bəli, yəlik, adlıq, çıxışlıq. 4 düzdür, 4-ü sil. Yanlış istəyir axı. Yalnız çıxışlıq halda olan isimdə bitişdirici samitdən istifadə edilib. Evindən sözündə dandən mənsubiyyətə qoşularkən n bitişdiricisinə istifadə etsə də, tövləsi sözündəki si mənsubiyyəti də nədir? Əslində orada s bitişdiricidir. Yəni, yalnız çıxışlıq halı üçün istifadə olunmuyor. Adlıq halda olan isim cümlədəki yəlik hallı ismin antonimidir. Adlıq halda olan isim hanı burada? Tövlə sözü. Adlıq halda olan isim budur. Səni çaşdırmaq istəyib nə ilə? Dost və düşmən sözü ilə ki, güya dost sözü adlıq haldadır. Dost sözü də qeyri-müəyyəndir, düşmən də müəyyən yəlik haldadır. Bu da səhv. Deməli, 2, 5, 6. Nümunələrdə tünd qara hərflərlə verilmiş hansı sözlər işləndiyi cümlədə iki müxtəlif nitq hissəsi kimi təhlil edilə bilər? Dəftərçədən başqa qonaqların adı da silinmişdir. Digər qonaqlar, başqa qonaqlar, bu sadəcə sifət. Sən durub dəftərçədən başqa qonaqların adı silinmişdi, deyə bilməzsən. Desəydi, validədən başqa qonaqların adı silinmişdi. Məsələn, qonaqların adı silinib, amma validənin adı orada durur. Orada yenə bir məntiq olardı. Başqa cür düşünərdin qoşma kimi. Amma burada sadəcə sifət kimi düşünə bilirsən. Biri silirəm. Hamıdan əvvəl Gülzar sözə başladı. Nə zaman? Hamıdan əvvəl. Bu sadəcə qoşmalı söz kimi düşünülə bilər. Axşama kimi gözlədiyini demədi. Bax, kimi ola bilər sual əvəzliyi, üstəgəl təsirlik. Axşama validəni gözlədiyini demədi. Kimi? Validəni. Bax, adını qoyuram yerinə və yoxlayıram ki, iyi təsirlikdir. Və nəticədə bu nə olur? Sual əvəzliyi. Bir də ola bilər ki, axşama kimi nə qoşması? Yazın, kimi sözü məsafə və bənzətmə qoşması olur. Burada axşama kimi, axşama qədər gözlədiyini demədi. 3-ü götürəcəm, 3 cibdə. Daha sonra, səndən özgə yox pənahım, səndən başqa yox pənahım. Bu sadəcə özgə qoşma kimi düşünülür. Məruzə edənlərdən sonra məlumat verəcəm. Məndən soruşurlar, validə, nə vaxt məlumat verəcəksən? Mən də deyirəm ki, qoy bu məruzəni eləsinlər, mən onlardan sonra, yəni məruzə edənlərdən sonra məlumat verəcəm. Bir də deyirəm ki, məndən soruşurlar, məruzə edənlərdən nə xəbər, onlardan nə xəbər? Mən də deyirəm ki, mən sizə məruzə edənlərdən sonra məlumat verəcəm. Yəni, onlar barədə sonra məlumat verəcəm. Fikir verin. Gah olur zərf, gah olur qoşma. 3, 5. Uyğun fikir. Əlavəli mübtədadır. Ora, azad olunmuş yerlərə gedəndə azadı həmişə qəribə hisslər bürüyürdü. Bürüyürdü. Nə zaman bürüyürdü? Ora, azad olunmuş yerlərə gedəndə. Feili bağlamanın aslı tərəfində əlavə işlənib, amma cümlə üzvü deyil. Bura, həyətin qaranlıq tərəfi onların diqqətini cəlb etmişdi. Onların diqqətini cəlb etmişdi. Hara, bura, hara, həyətin tərəfi, qaranlıq tərəfi. Gördüyünüz kimi mübtədadır. Sabir, gənc şair şeir oxuyanda dinləyicilər maraqla qulaq asırdılar. Qulaq asırdılar kim? Dinləyicilər. Bu cümlənin mübtədası dinləyicilərdir. Nə zaman qulaq asırdılar? Sabir, yəni gənc şair şeir oxuyanda. Yenə feili bağlamanın aslı tərəfidir. İşimə yaramır. Əlavəli söz cümlə üzvü deyil. Bakı, gəncliyimin şəhəri, səni unutmaq olarmı? Burada Bakı, gəncliyimin şəhəri xitabın əlavəsidir, cümlə üzvü deyil.
Həmin guşə məktəbin ən gözəgəlimli yeri Azad Hümbətovun fotoları ilə bəzədilib. Bəzədilib, hara bəzədilib? Guşə, hara bəzədilib? Məktəbin gözəgəlimli yeri. Və nəticədə bu cümlə üzvüdür. Bunu silirəm, mübtədadır. İndi sakitcə aşağı çaya tərəf gedirdi. Haraya? Aşağıya tərəf, haraya? Çaya tərəf. Gördüyünüz kimi yer zərfliyinin əlavəsidir. 2-4 doğru cavab. Fikirlərdən yalnız ikisinə aid olan nümunə. 3 fikirdən yalnız ikisi. Onlar məlumatları sabah göndərəcəklər, sonra mən təhlil edəcəm. 2 qrammatik əsası var, bəli, çünki mürəkkəb cümlədir. Tərəflərindən biri digərindən asılıdır. Aslı deyil, heç bir asıllıq yoxdur. Tabesiz mürəkkəb cümlədir. Ardıcıllıq deyə bilərik. Tərəflərindən biri qeyri-müəyyən şəxsidir. Göndərəcəklər kim, onlar, təhlil edəcəm, kim, mən. Hər iki tərəf müəyyən şəxsidir. Deməli, 3 dənə fikirdən bir dənə bu uyğunlaşdı. Bunu silirəm. Bunu üstəgəl çıxını silək, digərinə keçək. Xəstə olmasına baxmayaraq komandasını tək qoymamışdı. Buna xüsusiləşmiş üzv deyilir. Bizim kanalımızda bunun izahı var uşaqlar. Bunlar sadə cümlə hesab olunur. 2 qrammatik əsası yoxdur, sadə cümlədir. Tərəflərindən biri digərindən asılıdır. Xeyr, çünki bu tabeli mürəkkəb cümlə deyil. 2-də verilmiş şərh tabeli mürəkkəb cümlənin şərhidir. Tərəflərindən biri qeyri-müəyyən şəxsi cümlədir. Xəstə olmasına baxmayaraq komandanı tək qoymamışdı. Tək qoymamışdı. Kim o? Mübtədası buraxılmış müəyyən şəxsidir. Qeyd olunan fikirlərdən heç biri uyğunlaşmadığı üçün mən yenə də bunu da nə etmirəm, götürmürəm. Davam edək. Elə qapıya çatmışdım ki, məni səslədilər. Tabellik bağlayıcısını gördüm. Deməli, biri digərindən asılıdır. 2 qrammatik əsası var, mürəkkəb cümlədir. Və deyir, çatmışdım mən, mübtədası buraxılmış müəyyən şəxsi, səslədilər. Kim? Bir qrup insan, 3-cü şəxsin cəmindədir və həqiqətən bir tərəf nə imiş? Deyək ki, qeyri-müəyyən şəxsiymiş. Amma üçünü də işarələdik, görürsünüzmü? Bizdən ikisini istəyir, olmaz. Başım ağrıdı, heç kəsə demədim. Başım ağrıdı, amma heç kəsə demədim. Onlar tabesiz. 2 qrammatik əsası var. Tərəflərindən biri digərindən asılı deyil, tabesizdir çünki. Burada ağrıdı başım, demədim mən. Qeyri-müəyyən şəxsiyyət heç nə yoxdur ki, qeyri-müəyyən şəxsi cümlənin xəbəri 3-cü şəxsin cəmində olur. Avtobus kəndə çatdı. Çatdı, avtobus qarşıladılar. 3-cü şəxsin cəmindədir, bir qrup insanın işidir. Bax, bu artıq bir tərəfi qeyri-müəyyən şəxsidir. Və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir. 2 qrammatik əsası da var, amma aslı deyil. Çünki bu tabesizdir. Tabesizdə aslı olmur. Deməli, 3 dənə fikirdən ikisi düzdür. Deməli, cavab E. Məqsəd zərfliyinin işləndiyi nümunə. Ziya adamların rahat həyatını təmin etmək üçün çalışırdı. Çalışırdı Ziya nə məqsədlə? Adamların rahat həyatını təmin etmək məqsədi ilə. Məqsəd zərfliyinin işi budur ki, məqsəd zərfliyində əsas hərəkət feildir, yəni təsriflənən feil olur. Əsas hərəkəti burada görürük, çalışır. Sonraki hərəkət nə olacaq? Onların, deyək ki, həyatını təmin etmək olacaq. Yəni, bu qarşıya qoyulmuş məqsəddir, hələ ki, icra eləməyibdir Ziya. Tənəffüsdə istədiyimiz qədər zarafatlaşdıq. Zarafatlaşdıq nə zaman? Tənəffüsdə isimlə ifadə olunmuş zaman zərfliyi. Nə qədər zarafatlaşdıq? Bu da kəmiyyət zərfliyidir. Şor yeməkdən çöpə dönmüşəm. Nə səbəbə? Şor yeməkdən. Bax, şor yer nəticədə çöpə dönür. Birinci səbəbdəki hadisə baş verib. Hə, Maya bacı, nənəm bunun dəcəlliyini görüb acıqlandı. Acıqlandı nə səbəbə? Bunun dəcəlliyini görüb. Gördüyünüz kimi burada səbəb zərfliyi var. Dəcəlliyi görür, nəticədə acıqlanır. Yollara baxmaqdan gözlərim axdı. Nə səbəbə? Yollara baxdığım üçün yollara baxmaqdan. Burada da baxıb, nəticədə gözləri axıb. Xəlil çiynini maşına söykədi. Söykədi, nəyə söykədi? Maşına. Nəyi söykədi? Çiynini. Kim söykədi? Xəlil. Güldü, necə güldü? Başını bulayıb. Başını bulayıb feili bağlama tərkibidir. Başını sözü gedib ayrıca tamamlıq götürməyib. Yalnız qrammatik normanın pozulduğu nümunə. Oxucular bu kitabın yeni nüsxəsini, baxın, sıxı, görürsünüz, yeri dəyişib. Fonetik norma pozulub. Siz bizim üçün çox qiymətli, siz yox, siniz, şəkilçi səhv yazılıb. Baxın, biri var şəkilçi düzgün işlənməyə, biri var ümumiyyətlə hərf səhv edilə. Bu fonetik normadır. Şagirdlərin üçün yaxınlıqdakı, bax, yaxınlıqdakı fonetik normada pozulub. Əlavə olaraq getmişdilər cəmdədir, amma şagirdlərin üçü də əsas tərəf təkdədir.
Burada həm qrammatik, həm fonetik var məsələn. Sonra burada da bu arada oxucular axtarırlar deməli idi. Burada da həm qrammatik, həm də fonetik var. Onun sayəsində bir çox problem, baxın, bir çoxdan sonra gələn isim cəmdə olmalıdır. Bir dənə fonetik, üzr istəyirəm, qrammatik norma burada pozulub. Mavi lenti müdir qalibin yaxasına qoydu, yox, taxtı olmalı idi və ya sancmaq, bilirsiniz də, o sancılan bir şeydir, sancaq kimi olur. Və belə yazsaq, fonetik, üzr istəyirəm, leksik normanı qorumuş olarıq. Burada da leksik norma pozulub. Ümid edirəm faydalı oldu. Faydalıdırsa bəyənməyi unutmayın.